Artıq 18-ci saatdir ki acam. Dünən axırıncı yeməyimi axşam saat 5-də yemişəm və bu aralıqda ancaq su içmişəm. Öncəki videolarda da qeyd etdiyim kimi bədən 12-13 saat acılıqdan sonra otofagiya rejiminə girir. Yəni yağ yandıraraq arıqlamağa başlayır. Bu da bədən formasını qoruyub arıqlamaq istəyənlər üçün ən ideal variantdır. Və həmçinin bu yağ yandırma mərhələsini sürətləndirmək üçün hal-hazırda 30-40 dəqiqəlik bir orta tempdə yürüyüşə çıxmışam. Bəzən tempi qaldıracam, bəzən aşağı salacam. Buna ümumiyyətlə aşağı intensivlikli kardio deyirlər. Bunun nəyə faydası var? Həm birbaşa yağ yandırmağa faydalıdır, həm də bədəni çox yormur, stresə soxmur. Ona görə əhval-ruhiyyəmizə təsir eləmir. Sizə yüksək intensivlikli kardio da önərə bilərdim, amma bunun üçün risklər və tələbləri var. Risklər odur ki, bədən uzun müddət az qaldığı üçün stres hormonlarınız qalxa bilər. Yəni kortizolunuz yüksələ bilər, həmçinin bədən yağdan qabaq əzəllərinizi yandıra bilər. Ona görə də bəzi tələblər qoyulur ki, məsələn, gün ərzində bol protein qəbul etməlisiniz ki, əzəlləriniz yanmasın. Həmçinin həftədə ən azı 2 dəfə, 3 dəfə ağırlıq idmanı ilə məşğul olmalısınız ki, əzəlləriniz qorunsun. Bunu yeni başlayanlara məsləhət görmürəm. Əgər bədəniniz öyrəşməyibsə və bu tələbləri yerinə yetirə bilmişsə, əzəllərinizi yandıra bilərsiniz. Ona görə elə orta tempdə bir yürüyüşə çıxmaq daha idealdır. Çünki həm bədəni stresə soxmayacaq, həm də daha sürətli yağ yandırıb daha tez arıqlayasınız və daha sağlam şəkildə. Sağlam olun, sağlam olun.